Bir çox qadınlar yumurtalıq xərçənginin əlamətlərini adi narahatçılıq kimi qəbul edir və bu da xəstələrin gecikmiş mərhələlərdə bizə müraciət etməsinin əsas səbəbidir. Ümumiyyətlə, dünya statistikasına baxsaq, illik 320 min yumurtalıq xərçəngi diaqnozu qoyulur və 200 minə yaxın ölüm statistikası var. Yəni, dəhşətli bir rəqəmlərdir bu rəqəmlər və bizə müraciət edən xanımlar 70% hallarda gecikmiş mərhələlərdə müraciət edir. Həm gecikmiş mərhələlərdə müraciət etmələrinin, həm belə ölüm statistikasının olmasının əsas səbəbi ilk qeyd elədiyim kimi erkən dönəmlərdə simptomların az olmasıdır və xanımların bu simptomları adi qəbul eləməsidir. Artıq gecikmiş mərhələlərdə qarın həcminin böyüməsi, qarında şişkinlik, bərkimə, ürək bulanma, qusma, səbəbsiz bədən çəkisinin itirilməsi, sidik ifrazı zamanı, defekasiya zamanı problemlərin olması pasiyenti məcbur edir ki, həkimə müraciət eləsin və bu halda da çox təəssüf olsun ki, 3-cü, 4-cü mərhələ artıq gecikmiş mərhələ yumurtalıq xərçəngi diaqnozu qoyulur və buradan bir daha sizlərə səslənim ki, əgər genetikasında xərçəng xəstəliyi olan xanımlar varsa, piyələnmədən əziyyət çəkən xanımlar varsa, hormonal pozğunluğu olan xanımlar varsa, polikistik over xəstələri varsa, bunlar risk daşıyan pasiyentlərdir və rutin olaraq ildə 2 dəfə, 1 dəfə ginekoloji müayinələrinizdən keçirsiniz. Əgər qarının alt hissəsində ağrılarınız, bu ağrılar belə aşağı ətraflara yayılırsa, sidik ifraz zamanı probleminiz varsa, hiss edirsiniz ki, bədən çəkiniz səbəbsiz sürətdə azalır. Bu da birbaşa həkimə getməyinizə göstərişdir. Amma yaxşı olar ki, və ürəyimizin istədiyi də odur ki, heç bir simptom olmadan profilaktik müayinələrə gedəsiniz ki, belə gecikmiş mərhələlərdə müraciətlər etməyəsiniz və ağır müalicələrə, kimyoterapiyalara getməyəsiniz. Bir daha hər birinizə sağlam olmağı arzu edirəm. Yumurtalıq xərçəngi bəlkə də az danışdığımız bir mövzudur, amma rəqəmləri gördünüz ki, çox rast gəldiyimiz və səssiz ölüm deyilən bir xəstəlikdir. Bir daha diqqətli olmağınızı istəyirəm sizlərdən.